Ağdaş rayonunun Xosrov kəndində yerləşən Ofeliya Şadlıq Sarayında yetkinlik yaşına çatmayan şəxsi erkən nigaha cəlb etmək istəyiblər. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən açıqlama verilib. Məlumata görə aidiyyatı qurumlar dərhal məlumatlandırılıb və Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan isə bildirilib ki, faktla bağlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra edilib. Araşdırma zamanı qızın 17 yaşının tamam olduğu müəyyən edilib və planlaşdırılan toy məclisi təxirə salınıb. Polis əməkdaşları, eləcə də digər aidiyyatı qurumların məsul şəxsləri, oğlan və qızın valideynləri ilə izah edici söhbətlər aparıblar. Qeyd olunan halın hüquqa zidd olması onların diqqətinə çatdırılıb. Qeyd edək ki, İTV Xəbərin çəkiliş qrupu da ərazidə olub. Baş verənlərə etiraz edən toy sahibləri ictimai televiziya və digər media əməkdaşlarının çəkiliş qrupuna hücum edərək onlara qarşı zorakı hərəkətlər törədiblər. Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə nigaha daxil olma yaşı 18-dir. Xosrov kəndində az yaşlının toy mərasiminin keçirilməsi məlumatı var. Artıq gördüyünüz kimi cütlüklər də restorana daxil oldu. Eyni zamanda polis əməkdaşları da hazırda hadisə yerindədir və toyun təxirə salınması planlaşdırılır. Götür telefon. Çay. Yüz yıl. 102 yıl. 102 yıl. 102 yıl.